OTK blok sınavın 78-ci sualına baxaq. 78-ci məsələdə qeyd olunur ki, 256 megabaytlıq raster qrafikasının rəng palitrasındakı çalarların sayı 64 dəfə azaldıqdan sonra informasiya həcmi 4 dəfə azaldı. Bu təsvirdəki piksellərin sayını müəyyən edin. Piksellərin sayını müəyyən etmək üçün bizə burada məsələdə birinci şərt olaraq buradakı raster qrafikasının həcmi verilib. V bərabərdir 256 megabayta. Biz də bilirik ki, həcmi tapmaq üçün V bərabərdir A vurulsun, B vurulsun, N düsturundan istifadə edirik. Burada A və B şəklinin ölçüləri, N isə oradakı rəng dərinliyidir. Və bizim bu formada tapdığımız həcm həmişə bitlə ifadə olunacaq. Sonradan biz bunu kilobayta, megabayta, lazım gələrsə gigabayta çeviririk. Ona görə də V bərabərdir 256 megabaytı əvvəlcə bitə çevirək. 256 2 üstü 8-dir. 1 megabayt isə 2 üstü 23 bitdir. Bərabərdir 2 üstü 31 bit. Biz burada rəng dərinliyini tapmaq üçün 2 üstü N düsturundan istifadə edirdik. Bizə verilən birinci şərtdə, yəni verilən məsələdə A vurulsun, B vurulsun, N bərabər idi 2 üstü 31 bitə. Yəni həcmimiz 2 üstü 31 bitə bərabər idi. Məsələnin şərtində qeyd olunur ki, rəng çalarlarının sayını 64 dəfə azaltdıqda. Yəni, əgər 2 üstü N ifadəsində N bitlə, belə deyək də, rəng dərinliyini bildirirdisə, 2 üstü N ifadəsinin özü isə rəng çalarını bildirəcək. Rəng çalarının sayı 64 dəfə azalmaq o deməkdir ki, 2 üstü N bölünsün 64. Yəni, 2 üstü N bölünsün 2 üstü 6. Burada natural üstü qüvvətin xassələrinə görə biz qüvvətləri bir-birinə böləndə, daha doğrusu 2 üstü N-i 2 üstü 6-ya böləndə qüvvətləri çıxmaq lazımdır. Yəni, birinci N-dən çıxıram 6-nı. Bizim növbəti ikinci həcmimizdə rəng dərinliyimiz olacaq N-6. İnformasiyanın həcmi isə 4 dəfə azalar. İnformasiyamızın həcmi isə 4 dəfə azalar. Yəni, həcmimiz 2 üstü 31 bit idi, 4 dəfə azaldı. Olacaq 2 üstü 31 bölünsün 2 üstü 2-yə. Bərabərdir 2 üstü 29-a. Yəni, növbəti ikinci həcmimiz bərabər olacaq 2 üstü 29 bitə. Artıq bizdə 2 dənə, belə deyək, düstur formasını almış oluruq. A vurulsun, B vurulsun, N bərabərdir 2 üstü 31. A vurulsun, B vurulsun, N-6 bərabərdir 2 üstü 29-a. Birincidən A vurulsun, B bərabərdir 2 üstü 31 bölünsün N. Əvəz edək, gətirək ikinci yerdə yerinə qoyaq. Olacaq A vurulsun B-nin yerinə 2 üstü 31 bölünsün N vurulsun N-6 yazsaq, bərabər olar 2 üstü 29-a. Hər tərəfi N-ə vursaq, 2 üstü 31 vurulsun N-6 bərabərdir 2 üstü 29 vurulsun N. 2 üstü 29-dan 2 üstü 31-i ixtisar eləsək, burada qalacaq, başqa bir qələmdən qeyd edeyim, qalacaq 4 vurulsun N-6 bərabərdir N-ə. 4N-24 bərabərdir N, 3N bərabərdir 24, N bərabərdir 8 almış olaraq. Deməli, bizdə rəng dərinliyi, bitlərimizin sayı N bərabərdir 8 olar. Artıq biz burada piksellərin sayını tapmaq üçün nə edirik?
A vurulsun B vurulsun n'in yerinə 8 yazırıq. Bərabərdir 231-ə. A vurulsun B vurulsun 2 üstü 3 bərabərdir 231. A vurulsun B bərabərdir 231-i 2 üstü 3-ə bölsə 2 üstü 28. Yəni burada verilən şəkildəki, təsvirdəki piksellərin sayı 2 üstü 28-ə bərabər olar.